Alik Nağoğlu, sənə çatanlar hekayəm. Xırdan olmaz, 5 mərtəbəli binanın qabağında dayanmış üst başı kirli, ocaq iyi qoxuyan kişi mənə müraciət edir. Olmalıdır, tez sağ əlimi cibimə aparıram. Osa əllərini idman gödəkçəsinin cibində gizlədərək hansısa səksəkəli ümidlə yana boylanır. Bura bax, bəlkə gedək piv içək, hə? Birbaşa təklifə keçirəm. Qoca adam qaşlarını qaldırıb inamsız baxışlarla məni sür. Nə danışırsan? Məni ələ salırsan? O qəzəbsiz, inciksiz desə də, sanki biraz özündə deyil. Yox əsla, mən ciddi deyirəm. Sadəcə olaraq içməyə həvəsim var. Sən istəmirsənmi? Niyə ki? Əlbəttə. İçərəm, lap elə burada. Qoca inamsızlıqla yerə baxır. Tindəki pivəxanaya gedək. Məndə pul var, qona gedirəm. Bir büküm sarı beşliyi cibimdən çıxardıram. Hə, gedək. Neynək? Alicənab insan sənin təklifindən imtina etmək günahdır. Biz yaxınlıqdakı pivəxanaya daxil olub, hərəmizə bir dolu bakal götürərək boş stolların birinin arxasına keçirik. Qoca hələ də bic-bic gülümsəyib, düz gözlərimin içinə baxır. İçək. O həvəslə irişib bokalı qaldırır. İçirik, mən Winston qutusunu çıxarıb stolun üstünə qoyuram. Meylin varsa çəkinmə. Mənim öz çəkdiyim var. Alın yazım, taleyim olsa da tərcitməyə can atıram. Qoca pırtlaşıq tüklü başını bulayıb, əli ilə saqqalındakı, bığındakı köpüyü silir. Piramidadan bir papiros çıxarıb bürmələyir. Mənə bax deyirəm, heç nədən sən içməyə çağırdığımı özünə dərd eləmə. Ha, bəzən adamın ürəyindən keçir ki, təsadüfi biri ilə qarşılaşasan. Onunla normal ünsiyyətdə olasan. Bütün tanışlar iş güzdədir, həm də onlarla söz-söhbətin çürüyü çıxıb. Soyulub sanki, danışmağa bir şey qalmayıb. Get-gedə bir-birindən soruşmağa azar-bezar da tükənib. Özlərinin də arvadları, uşaqları, məişəti, karyerası. Anladın da? Ha, bənədir. Birinci kərə deyil ki. Sənin iş gücün varmı? Buralara təsadüfən çıxırsan? Şükür Allaha işləyirəm, indi məzuniyyətdəyəm. Bizdə əksəriyyət yayda çıxır, mən isə payızda götürürüm. Ha. Ne üçün belə? Ofis işindən dincəlmək üçün. Harasa babat istirahətə getməyə doğrusu imkanım olmur. Belə də hərdən bir neçə günlüyə dağa qalxıram, ova gedirəm, il boyu aldığım kitabları oxuyuram. Evdə bekar qalanda bu oluram. Sən də qərib adamsan. Qoca cəsarətlənir. Nəyin mümkün ola biləcəyini düşünürsənsə, həyat sənə ancaq onu verə bilər. Dincəlməyi sevmirsən. Mən uşaqlıqda məşhur pioner düşərgəsi Artekdə olmuşam. Ayı dağı yaxınlıqdan axan eyni adlı çay indiyəcən yuxuma girir. Üstündən 40 ildən çox vaxt keçir. Yox, əşki, nə danışırsan? Elə bildim, yaşın 70-i haqlayıb. Yaxşı görüm səndə. Yaxınlarda qoşa beşik yola saldım. Deyəsən, yaxşı qalmamışam. Güləndə saralmış çürük dişləri görünür, üzünün qırışlarını kirli əlləri ilə ovuşdurur. Həyat sığal çəkib yəni? Bənədir, lazım gəlsə sənə də sığal çəkəcək, andıra qalmış belədir. Bura bax, bilirsən nəyə diqqət etmişəm? Mənim müxtəlif tanışlarım var ki, çoxunun vəziyyəti yaxşıdır. Vaysınmaq, qeybət qırmaq günahdır axı. Pullu işləri köhnə küləş yox ha, mənzilləri inamarkaları ilə. Ancaq daimə nəsə məhzunludurlar. Sanki həyatdan usanıblar, məyusdular, güya heç nə lazımları deyil daha. Hər şey gözlərindən oxunur. Hə, gözlərindən şüşə kimidirlər. Səni gördüm, kefim açıldı. Durubsan, qəpik quruşumursan, mövsümə uyğun da geyinməyibsən heç. Ancaq canlısan, ey, onlardan da dirisən. Şən olmasan da, qaraqabaq da deyilsən, gözlərin gülür. O diqqətlə qulaq kəsilib, növbəti papirosu çıxarır. Aydındır, bilirsən niyə belədir, qoy izah edim. İnsan toxdursa, hər şey olanda belə bunu özünə az bilər. Hərçənd ki, bilməməlidir. Mənimsə, demirəm heç nəyim, yoxdur, amma lütüş də deyiləm. Mən məhzunluğu özümə rəva görmürəm, istəmirəm də bilim. Özümə qapanmağa başlasam, məyus olsam, axşamacan yanımı hansısa hasarın dibinə basıb, ötüb keçənlərdən nəsə umacam. Bir də haçan ki, toxsan, səfək şeylər başını qatacaq. Piyli baş tez dolur, tez də cinlənir. Ancaq bütün bunlar hamısı bizim özümüzdən asıldır. Bir qurtuma qalan pivəni uddu. Hər şeyin səbəbi özümüzük. Ən başlıcası müdriklər necə yazıblar? Bizim həyatımız önəmli deyil. Əsas onu necə dərk etməyimizdir, anladın? Anladım. Mən pəncərəyə baxaraq cavab verirəm.
Axı başa düş, İnamarkalardan da necə sən deyirdin, evlərdən də, istirahət yerlərindən də, qiymətli əntik zinət şeylərindən də aldığın həzz, dan yerinin, yarpaqlardakı şeyin şüaları əks etdirməyini gördükdə keçirdiyin ləzzətlə müqayisə edilməzdir. Yaxud südəmər körpə düz gözlərinin içinə baxır, sadəlövcəsinə. Heç bir səbəbsiz sənə gülümsünür. Əsas olanı gəlib sənə çatanlardır. Onları necə ayırırsan, hansılarını birinci dərəcəli, hansılarını ikinci sayırsan, bu başqa məsələdir. Sənin maraqlı fikirlərin var, bəlkə adama birini de çək. Çək, əlbəttə. Bütün bunları mən fikirləşməmişəm. Özün də qəşəng bilirsən. Düzünü söyləmək nə var, ancaq yerinə yetirmək, bu ayrı şeydir. Elədir, çətindir. Basıb bağlamağa ustayıq. Həm də qlobus boyda bir yerdə. Amma işə çatanda insan ruhdan düşməməlidir. Bir dəfə fikirləşdim ki, əgər adam yaranmış vəziyyətdən çıxmasa ya da çıxmağa cəhd etməsə nə olar görən ümidsizlik ruhdan düşmə tədricən özünü öldürməkdir. Mənəvi intihardır, özünə qəsddir. Nəsə sol fəlsəfi mövzuya keçik deyəsən. Yaxşı elədik. Sən əla xırdalayırsan, mən onu sakitləşdirirəm. Baxma ki, güya mən küçədə oturub dilənirəm, özümdə imam deyiləm axı. Həm sındırılmışam, həm də içki aludəçisiyəm. Fəhmən hiss edirəm, sanki çıxış yolu görünür, amma iş saradan hələ çətindir. Necə ki, əmək kitabcama ziyanlı şeylər yazıblar, məhkumluğum var, sifətim içkili təsir bağışlayır. Daima qızarıb şişibdir güya. Ocaq iyi qoxuyuram. Bilmirəm necə olacaq. Əmək kitabçanı düzəltmək olar. Mən fırıldağa əl atmaq istəmirəm. Qoy cəhənnəm olsunlar. Burada bir yerdə dayanıram hərdən. Mənim yaxşı musiqi təhsilim var axı. Ay səni, rəmiş olarsan, xəbərimiz yox. Bilmirəm. Ancaq çalanda normal pul atırlar. İstəyirlər çalım, əlbəttə ödəməlidirlər. Ocaq bir adamsız olmur, necə deyərlər. Alətimdə xırda para əgər əskiklik vardı, təmirə vermişəm o səbəbdə nə olsa ona qayləmi. Hamd olur belə hallar. Görürsən ki, ruhdan düşməmişəm, sənin özündə ümidsizlik olmur bəyəm? Belə də düzü qabaqlar daim olurdu, indi cahdı güzarda. Elə ki, qüssəli oluram, çalışıram onu özümdən kənarlaşdırım. Bu günkü tək. Allah eləsin. Hava qaralır. Tələsirsən ki, yox peyvə qurtardı. Yen içirsən ya bəsdir. Əgər içsən, içərəm. Naciman cavab verir. İçək, nəsə lap zəifdir, təsiri yoxdur sanki. Su qatırlar yəqin. Aha, yəqin qatırlar, həşəratlar. 2 dənə də təkrar edin, ofisianta qışqırıram. Qonşu stoldakı bulaşıq qabları sinyə yığan oğlanın qəmgin üzü bir anlığa əyilsə də uzaqlaşır. Belə yerdə işləyənlərin hamısı eynidir. Təbəssümləri də elə bil pulladır. Bilirsən, tanışım fikirli halda dillənir. Mən artıq 10 ildir ki, öz uşaqlarımı görmürəm. Kədərli durumdasan. Anaları qoymadı. Sonra da böyüdükcə yadlaşdılar. Məni itirib axtarmadılar. Görünür, pis at olmuşam. Baş verənlər elə belə ötüb keçən hadisə deyil. Qabaqlar çətindir, sonra öyrəşdim. Sənin ailən uşaqların var. Hələlik yoxdur, belə getsə olacağına da inanmıram. Bilirsənmi, mənim atam da dodaqlarından çıxan dairəvi tüstünü tavan üfürür. Qəliz adam idi. Mən özüm də uşaq olanda ağlım kəsib böyüdükcə fikirləşirdim ki, heç vaxt onun tək olmayacağım. Amma yox, zaman gəldi, özüm də ata oldum. Əvvəl maraqlıydı. Şadyanalı, kora-bura. Sonra hər şey itdi sanki. Geriyə baxanda gördüm ki, yaxşı cəhənnəm pisdən də qaça bilmədim. Həyatda dəyərli olan hər şey onunla bağlı olan mənfi təcrübəyə qalib gələrək qazanılır. Mənfidən qaçmaq, ondan canını qurtarmaq üçün çalışmaq, onu bir dəfəlik rədd etmək, onu daha da gücləndirməyə xidmət edir. Necə ki, əzabdan qaçmağa çalışmaq elə əzab çəkməyə başqa forması olduğu kimi, geridə buraxdığımız hər şey kül olmuş, demək atəş özümüz imişik. Nəsə, mən də belə alındı. Sənsə ailəyə elə belə yanaşma. Haçan hər şey yerindədir, hərçənd ki, bu da çox nadir hallarda olur, ailə adama çox şey verir. Bax gör, hamı necə yaşayır. Çox əclaf mənzərədir. Ancaq sən heç dərdə batma. Öz qəlbinlə, ağlınla, sevincinlə, kədərinlə yaşa. Özünə cavabdeh ol. Vicdanla yaşamağa çalış.
Əgər belə yaşaya bilsən, özündə harmoniya saxlaya biləcəksən. Bəzən rahatlıqdan pis oluram, hə. Yox, bu dinclik deyil, yeknəsəklikdir. Halbuki şair də deyir ki, həyatda xoşbəxtlik yoxdur, dinclik və azadlıq var. O zorla qımışır. Demədin axı, harda yaşayırsan? Zirzəmidə, içinin üçə bir yerdə, hə. Darusqal deyil, tək adama yox. Özüm uduram. Qaranlıqda qalmaq istəyən birinə işıq təhlükəlidir. Yaxşı, qalan pivəni başıma çəkirəm. Gezdir, gedək. Mən əmrə müntəzirəm. O da son damlaları sümürüb, sevincək, sol əlini sinəsinə vurub dikəlir. Çox istəyərdim arada görünəsən. Qonaqlıq üçün sağ ol. Tanışlığa görə məxsusi təşəkkürlər. Oldu, dəyməz, mızıldanıram. Biz bir-birimizin əlini sıxıb, toranlıqda əks istiqamətlərə üst tuturuq.